Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Binəqədi yolunda Xırdalan dairəsindən Binəqədiyə gedəndə 200 metr öndə 5 mərtəbəli binanın birinci mərtəbəsində 3 otağa düzəlməsi səliqəli təmiri belə bir mənzil çəkilişi təqdim edirik. Zal hissədir mənzilin. Zal hissədən daxil oluruq. Yataq otağı. Belə bir yataq otağı, çölə pəncərəsi var. Digər ikinci otaq zal hissədən daxil oluruq bura. İkinci yataq otağı. Hər bir otağın üstün yodur, çölə pəncərəsi var. Mənzil, bina çox gözəl yerdə yerləşir. Suyu, işığı hamısı qaydasındadır. Koridor hissə, buradan daxil oluruq mətbəx hissə. Mətbəx mebeli yeni yığılıb, kombi ilə təchiz olunub, mətbəxin çölə pəncərəsi var. Evin sahəsi 50 kvadrat metrdir. Burada sanitar qovşaq, dəyərli izləyicilər. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Qeyd elədiyim kimi, mənzilin suyu, işığı, qazı daimidir. 5 mərtəbəli binanın birinci mərtəbəsidir, 3 periodiyaka 50 kvadrat metr. Qiyməti, start qiyməti 78.000 manat satışa çıxarılır. Cüzi endirim olacaq. Kurtçalı binadadır. Bir də qeyd edirəm, yerləşmə yeri Xırdalandan Binəqədiyə gedəndə dövlət yol polisinə çatmamış. Əsas yola 200 metr məsafədə yerləşir. Çox gözəl yerləşmə yeridir. Qarşısından nəqliyyatlar keçir. Bütün iaşə obyektləri, infrastruktur yerləşir. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb mənzil barədə ətraflı məlumat ala bilərsiniz. Bir məsələni də qeyd edim ki, mənzil köhnə tikili binadadır. Zamanında Fövqəladə Hallar Nazirliyinin işçilərinə verən binadır, özəlləşib şəxsi mənzildir. Xahiş olunur, real alıcılar əlaqə saxlasın. Fikri ciddi olan, qeyd olunan nömrə ilə əlaqə saxlayıb mənzil barədə məlumat ala bilərsiniz. Diqqətinizə görə sağ olun.